Xordad 1385 Güney Azərbaycan milli qiyamı, bəlirtiləri, cəndlərin nəqşi, İran və bölgənin siyasi prosesində etkisi. Təbiətən, millətin hökumətlərlə çıxarlarının farklılığı, qiyamlar və inqilablara nədən olur. Qiyamlar o zaman baş verər ki, narazıçılıq bir həddə yetişə ki, millət var olan sistemi dəyişdirmək üçün bədəl ödəməyə hazır ola. Güney Azərbaycanın çağdaş tarixində də dünyanın başqa yerləri kimi çeşitli etirazlar və qiyamlar baş veribdir ki, hamısından önəmlisi Məşrutə İnqilabı, Azərbaycanın Demokrat Firqəsi, 1357 İnqilabı və 1385 qiyamlarıdır. Məşrutə İnqilabı. Məşrutə, Macaristan, Japon və Misr kimi bir neçə ölkənin düşüncə və özgürlük istəyi gəlişmələrinə denk gəldi. Amma buna baxmayaraq ki, Qacar hökumətində güc şahın əlində idi və onun əmri hər nəyi bəlli edirdi, öğrencilərin Abbas Mirzə əmri ilə yurt dışına göndərilməsi və xalqın bir neçəsinin Avropa ölkələrinə köçməsi, məşrutəçilik düşüncə, məmalik-i məhrusənin gəlişiminə yol açdı. Sonunda Azərbaycanda başlayan hərəkət nəticə verdi və Məşrutə Fərmanı 1285-ci ilin Mordad ayının 13-də Müzəffərdin Şahı Qacar tərəfindən imzalandı. Əslində məşrutəçilik mərkəzləşdirməyə qarşı atılan birinci addımlardan idi ki, gücün tamamının şahın əlində olduğunu aradan aparıb və qanun və millət iradəsini Milli Şura Məclis şəklində sınırlandırdı. Amma istimarçı ölkələr hər zaman toplumları kontrolları altında almaq üçün demokrasi təməllərini gücsüzləndirmək peşində olmuşlar. İran da özəl jeopolitik durumu və zəngin qaynaqlara sahib olduğu üçün istimarçı ölkələrin hər zaman diqqətini çəkmişdir. Buna görə də İngilis ölkəsi Qacar şahına qarşı kudeta üçün mollalar və daha sonra Rza Pəhləvi yardımı ilə məşrutəni ki, modern demokrasinin toxumuydu, aradan apardı. 19-cu yüzildə dünyada gedən dəyişikliklər əsnasında Güney Azərbaycanda da coğrafinin toplumun üzərində olan etkisi, yəni geopolitik əhəmiyyəti, tarixi hafizəsi və dövlətçilik ruhi nədən oldu ki, bu demokratikləşmə sürəcinin beşiği olsun. Yəni, bu istək Məşrutə İnqilabı ilə adlanmışdır və zamanında 5 əyalətdən təşkil tapan, bugünkü siyasi coğrafiya üzərində İran adı ilə tanınan ölkənin o zamanki hakimiyyəti Qacar dövlətindən istək bu oldu ki, əyalətlərin gücü daha çox artsın və parlamenter demokratik sistem qurulsun. Bu hərəkət, məşrutə hərəkəti hər nə qədər sonunda başarılı ola bilsə də, ancaq xarici dövlətlərin dixaləti ilə uğur qazanamamışdır və Pəhləvi rejimi iş üstünə gəlmişdir. Pəhləvi rejimin başında duran Rza xan dərvaqə demək olar ki, millətlərin o əsas cümbüşay ictimai və siyasiyə nədən olan müəllifələrin özünə hədəf qərar verdi və bunları aradan götürməyə çalışdı. Və burada da ən əsası demək olar ki, assimilyasiya politikasının müşəxxəsən Azərbaycanda bu keçmişə sahib olduğu üçün çox güclü şəkildə qabağa aparmaya çalışdı. Ancaq millətlərin şaxisəsi, kültür, dil, milli hüviyyət və o milli dövlətin ruhu nədən oldu ki, bu Azərbaycanda istədiyi kimi uğur qazanmasın və 1945-də Azərbaycan Milli Hökuməti Seyid Cəfər Pişəvərin başçılığı ilə qurulur. Və ondan sonra görürük ki, 1979-da dərvaqə inqilab olduğu sürəcə həm şah rejimi zamanı inqilabın olunma sürəci içərisində və ondan sonra Azərbaycanlıların böyük bir rolu olmuşdur. Və bir neçə ay inqilabdan sonra yenə Azərbaycanlılar o milli haqlarını yetirmədən nədəni ilə dolayı və siyasi gücdən paylarını almadıqları üçün yenə yeni qurulan dövlətə ayaqlanmalar və etirazları başladılar.
şübhəsiz aşırı millətçilik, populisti bir toplum yaradıb, xalqın hökumətdən itaət etməsini çoxaldıb. Diktatorluğa yol açmaq da önəmli bir faktordur. Amma böyük bir mane var idi və o da İran adlı coğrafiyanın etnik çeşidliği idi. Buna görə də Əhməd Kəsəvi kimi insanlar Fars dili və Ariyayı ırğını xalqa təhmil etmək üçün Fars olmayan millətlərə saxta kimlik yaratmaq amacıyla yönləndirildilər. Azərbaycanın Demokrat Firqəsi Pişəvəri 14-cü məclis seçimlərində səslərin çoxunluğunu əldə edərək Təbrizin məclis nümayəndəsi olaraq seçilmişdi. Amma totaliter və iqçi hökumət, tənqidçilər və irqçılığa və ayrımcılığa qarşı savaşanları eşitmək istəmirdi. Şah heç bir səbəb olmadan etibarnaməsini rədd elədi və beləcə Pişəvəri məclisdən çıxartılırdı. Azərbaycanın Demokrat Firqəsi xalqın dəstəki ilə demokratik bir toplum yaratmağa çalışıb və verilən çıxışlardan və bəyaniyələrdən belə bilinir ki, heç zaman bağımsız bir ölkə qorumaq peşində olmayıbdır. Pişəvəri seçilmiş əkincilər içində apardığı danışıqda belə deyir. Əziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisizdir. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mütəqeylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyir. İranda böyük mübarizə başlamışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizə. Bugün Azərbaycanda savaş meydanı yaranmış ki, İranın hər yerində yayılmaqdadır. Və Azərbaycan əkincisi bu savaşın öndə gedənidir. Bu arada İran adlı coğrafiyada siyasi və idari quruluşların reformu üçün tərəflər arasında görüşmələr oldu. Və sonunda 1325-ci ilin Xurdad ayının 23-i son anlaşma Pişəvəri və Müzəffər Firuz tərəfindən imzalandı. Eyni tarixdə Müzəffər Firuz Təbriz radiosunda danışıq apardı və bu anlaşmanın imzalanmasını böyük bir qazanc olaraq İran dövləti və millətinə təbrik dedi. Amma qısa zaman sonra bəlli oldu ki, bunların hamısı Azərbaycan millətini aldatmaq və silahsızlandırmaq üçündür. Ki, Şah Azərbaycana istimarını davam etdirə bilsin. Şah varlığını və ərbablarının çıxarlarını təhlükə altında hiss etdiyi üçün İran adlı ölkənin parçalanmasına qarşı savaşmağın boş bahanası ilə Azərbaycana qoşunkeşlik edib, minlərcə suçsuz insanı öldürdü. 1357 inqilabı Kəsinliklə Şaha qarşı savaşın dönüş nöqtəsi 1356-cı ilin Bəhmən ayının 29-u idi ki, rejimin təməllərini aradan apardı və onun bir il sonra məhv olmasına səbəb oldu. 1356 inqilabında Güney Azərbaycanın ana dilində təhsil kimi istəklərdə bulunduğuna baxmayaraq, bu istəklər çoxunluqla İran adlı coğrafiya çərçivəsində gündəmə gəlirdi. Mücahidin xalq və Marksist teyfi kimi ideolojik partilər etnik və mədəni haqların kənarda qalmasına səbəb oldu. Çünki belə düşünülürdü ki, etnik haqları İran çərçivəsində bir inqilabla əldə edilə bilər. Bu məsələ Güney Azərbaycanın siyasi işlərdə mərkəziyyət olmamasına və mədəni haqlarını əldə edə bilməməsinə səbəb oldu. Əlbəttə, Güney Azərbaycanın türk milləti keçmiş rejiminin çöküşündən sonra Paris seçimində İranın başqa şəhərləri ilə ayrı düşünürdü və açıqca Vəliyev Fəqih hökumətinə qarşı olduğunu bildirmişdi. 1358-ci ilin Dey ayının 14-ü vəziyyət Güney Azərbaycanda özəlliklə Təbrizdə gərginləşdi və Təbriz yayım mərkəzinin ələ keçirilməsi ilə geniş boyutlara keçdi. Amma başqa şəhərlərin səssizliyi ilə bu qiyam şiddətlə çox tez yatırıldı. Amma gerçəkdən Güney Azərbaycandan başlayan bu gəlişmələrin hansısı Güney Azərbaycanın vəziyyətinin yaxşılaşmasına səbəb olub?
Bütün bu gəlişmələrin tək bir ortaq yanı vardır və o da Güney Azərbaycanın bütün İranın vəziyyətinin yaxşılaşması üçün çabalarıdır. Güney Azərbaycanın illərcə İran adlı coğrafiyanın gəlişməsi üçün göstərdiyi çabalar Güney Azərbaycan Türk millətinə heç bir faydası olmadığı kimi onlara böyük bədəl ödətmiş.